Sumqayıtda ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Bulvar küçəsində qeydə alınıb. Belə ki, Toyota Prius və Kia Optima markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində Toyota Prius tamamilə yanıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub. Yanğın söndürülsə də avtomobil yararsız vəziyyətə düşüb. Polis əməkdaşları tərəfindən isə ərazidə təhlükəsizlik tədbirləri görülüb. Buradan keçirdim. Elə maşın toqquşmasının əsasında bir də gördüm ki, Kia Optima, Toyota Prius bir-birinə dəyərək toqquşaraq bu ağacların bir-birinin arasına girdi. Ondan sonra bu hadisədən heç bir dəqiqə keçmədən Toyota Prius markalı avtomobilin yandığını gördüm, yəni alışdığını gördüm. Ondan sonra hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, bir də ki, polis əməkdaşları cəlb olundu. Xəsarət alanlar oldu, gördünüz? Xəsarət alanlar var. Var idi. Var idi. Xəstəxanaya aparıldılar. Aparıldılar, hə. Çox sağ olun. Bu başı çatmır. Bombayla